Şəhərdə nizam-intizamın qorunması, piyadaların təhlükəsiz və rahat hərəkətinin təmin olunması, eləcə də sanitar-gigiyenik vəziyyətin yaxşılaşdırılması məqsədi ilə aidiyyatı qurumlar tərəfindən növbəti geniş miqyaslı reyd keçirilib. Reyd Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə təşkil olunub. Reyddə Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin, Sumqayıt Bələdiyyəsinin, həmçinin şəhər İcra Hakimiyyəti başçısının 1 və 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin əməkdaşları iştirak ediblər. Yoxlamalar zamanı şəhərin müxtəlif küçə və prospektlərində insanların intensiv istifadə etdiyi ərazilərdə qanunsuz küçə ticarəti ilə məşğul olan şəxslər müəyyən edilib. Aidiyyatı qurumların nümayəndələri tərəfindən satıcılarla maarifləndirici söhbətlər aparılıb, küçə ticarətinin qanunvericiliyə zidd olduğu onların diqqətinə çatdırılıb. Bildirilib ki, belə halların qarşısının alınması həm şəhər sakinlərinin rahatlığı, həm də ictimai təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıyır. Satıcılara alternativ ticarət məkanlarından istifadə etmələri, fəaliyyətlərinin qanunvericiliyi tələblərinə uyğun şəkildə təşkil etmələri tövsiyə olunub. Qeyd olunub ki, son aylarda keçirilən davamlı nəzarət tədbirləri artıq öz real nəticələrini göstərməkdədir. Xüsusilə piyadaların hərəkətində yaranan çətinliklər aradan qaldırılıb, küçə və prospektlərin görünüşü daha səliqəli vəziyyətə gətirilib. Son dövrlər həyata keçirilən reydlər nəticəsində küçələrdə nizam-intizam daha da güclənib, insanların sərbəst hərəkəti təmin olunub. Eyni zamanda antisanitar şəraitdə satılan məhsulların qarşısının alınması, əhalinin sağlamlığının qorunması baxımından mühüm addım hesab olunur. Küçə ticarətinin nəzarətsiz şəkildə həyata keçirilməsi bir sıra problemlərə səbəb olur. Bu hallar həm şəhərin estetik görünüşünə mənfi təsir göstərir, həm də sanitar-gigiyenik normalarının pozulmasına yol açır. Könül Kazımova, Şəmistan Fikrətli, Elbrus İsmailov bugün informasiya proqramı üçün.